qərib axşamlar. Əziz dinləyicilər, qərib axşamlarda yazıcı publisist Mustafa Çəmənlinin incə ruhlu böyük bəstəkar hekayəsində Cahangir Cahangirovu yad edəcəyik. Unudulmaz bəstəkar, pedaqoq, xormeyster, xalq artisti Cahangir Cahangirov Ana, Buludlar, Nazənin, Ağşanı, Qaraşanı, Turnalar, Zərif Gülüşlüm, Anakür, Alagöz, Qarabağ kimi bir-birindən gözəl mahnıların, Azad, Xanəndənin taleyi operalarının, Füzuli, Nəsimi kimi ölməz kantataların, Sabir oratoriyasının müəllifidir. O mənim və yaşıdlarımın ən çox sevdiyi bəstəkarlardan idi. Şəxsən mən özümü bir dinləyici kimi xoşbəxt hesab edirəm ki, Fikrət Əmirovu, Qara Qarayevi, Maestro Niyazini, Sultan Hacıbəyovu, Cahangir Cahangirovu, Tofiq Quliyevi, Şəfiqə Axundovanı, Süleyman Ələsgərovu, Hacı Xan Məmmədovu, Vasif Adgözəlovu, Rauf Hacıyevi, Ramiz Mirişlini həyatda görmüşəm. Konsertlərində, tamaşalarında, yubiley gecələrində iştirak etmişəm. Bəziləri ilə həm söhbət olmuşam, müsahibə götürmüşəm, radio verilişi hazırlamışam. Onların canlı söhbətlərini, təəssüratlarını eşitmək, opera və balet tamaşalarını seyr etmək, xatirələrini dinləmək nə qədər xoş idi. Bu ölməz bəstəkarların simfoniyalarının, opera və baletlərinin tamaşaçısı olmaq, mənalı, hikmətli, ruhsal, qəlbə fərəh gətirən, düşündürən mahnılarını gözəl səsli müğənnilərinin ifasında eşitmək, onların dinləyicisi olmaq olduqca qürur verici idi. Yaşıdlarım kimi mən də Cahangir Cahangirovun Ana mahnısını ilk dəfə dahi müğənnimiz Rəşid Behbudovun ifasında eşidib sevmişdim. Gözümün nuru, canım ana, büyüttün sen beni yana yana. Odlusan gün kimi, bir kaynar hayat kimi. Borculuyam ben sana, sana bir evlat kimi, aziz ana. Bəstəkarın Zərif Gülüşlü mahnısını İslam Rızayevin, durnaları Şövkət Ələkbərovanın, Anakürü Gülağa Məmmədovun, Qarabağı Sara Qədimovanın ifaları ilə yaddaşıma köçüb. Söyleyin sevgilim, sen tehyayar hanım, zülfünden tel döndüm, çaldım kayamanı. Ürker bakışına, hoş yerişine, zarif gülüşüme verem dünyanı. Mahmudur yelkenim ezelden benim, gel sevek vatanım Azerbaycanım. Ülker bakışına, hoş yerişine, zarif gülüşüme verem dünyanı. Mahmudur yelkenim ezelden benim,
Gelsin vətənim Azərbaycanım. Cahangir Cahangirovun Yenilmez Batalyon, Koroğlu, Dəli Kür bədii filmlərinə yazdığı musiqilər də unudulmazdı. Bu filmlərdə səslənən Teymurun nəğməsi, Ana Kür, Dəli Həsənin mahnısı bugün müstəqil mahnılar kimi yaşayır və dillər əzbəridir. Ana Kür Mən Yenilmez Batalyon filminə ilk dəfə Kalinin'də əsgərlikdə olarkən baxmışam. Kazarmada rusların, Ukraynalıların, Gürcülərin, Özbəklərin və bir neçə Azərbaycanlı əsgərin tamaşa etdiyi bu filmdə gənc Teymurun, Ceyhun Mirzəyevin dörd təkərli furqona qoşulmuş bir cüt atı çapa-çapa oxuduğu mahnını millətindən asılı olmayaraq hər kəs böyük maraqla dinləmişdi. Anamın gözleri yoldadır birce gümanı, birce bana kalmış gümanı. Gidip görüm evsiz anamı, akanlı dağlar bulut kesaranı koy, arabanı kente çalsın. Adam da yine güne yüzdesine dönek yüzden anam. Şən, həyat eşqi ilə dolu olan bu mahnı biz Azərbaycanlılarda xüsusi qürur hissi doğurdu. Mən Cahangir Cahangirovu qiyabi olaraq 1987-ci ildə Şövkət Ələkbərova haqqında kitab üzərində işləyərkən tanımağa başlamışdım. Çünki Şövkət xanımla üzbəyiz oturub onun yaradıcılıq yolu barədə söhbətləşəndə Üzeyir bəydən başlayaraq bir çox bəstəkarları yad edir, o cümlədən Cahangir Cahangirovdan da danışırdıq. Onda bildim ki, Cahangir Cahangirov Üzeyir bəyin ən istəkli tələbəsi olub. Hətta onu filarmoniyada yaratdığı dövlət xoruna solist götürüb. Gənc Cahangirin də Şövkət xanımla tanışlığı elə o zamandan başlayıb. Çünki Şövkət xanım da dövlət xorunun solisti idi. Sonra onu öyrəndim ki, Üzeyir bəy işinin çoxluğunu nəzərə alaraq 1940-cı ildə dövlət xoru ilə rəqs ansamblını birləşdirib, mahnı və rəqs ansamblını yaradıb və onun təklifi ilə Qılman Salahov bu yeni yaranmış ansamblın bədii rəhbəri, Cahangir Cahangirov isə xormeistri olub. Şövkət xanım da ansamblın xor qrupunun solisti. Şövkət Ələkbərova söyləyirdi ki, Cahangir Cahangirovun pəssən çox gözəl səsi varmış. Xatırladım ki, əsası Üzeyir bəy tərəfindən qoyulan xor sənətini zirvəyə qaldıran Cahangir Cahangirov 15 il Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik etmişdi. Əlamətlər hadisədir ki, illər sonra gəncliyində xormeistri olduğu mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsində də çalışmışdı. Əhməd İsazadənin tərtibçiliyi ilə 1990-cı ildə nəşr olunan Üzeyir Hacıbəyov haqqında söz toplusunda çıxan məqaləsində Cahangir Cahangirov dövlət xoruna üzv olması tarixini belə xatırlayır. İlk dəfə Üzeyir Hacıbəyovla görüşüm 1937-ci il aprel ayında Azərbaycan Dövlət Filarmoniyasında oldu. Üzeyir bəy Filarmoniyanın nəzdində 100 nəfərdən ibarət ilk Azərbaycan xor kapellası təşkil etmişdi. Mən bu vaxtlar teatr texnikumunda təhsil alırdım.
Biz bir neçə nəfər yoldaşla filarmoniyaya gəldik. Mənim çox diapazonlu səsim olmasa da, musiqini qavrama qabiliyyətim yaxşı idi. Məqsədimiz xora daxil olmaq idi. O vaxt tələbə kimi 40 manat təqaüd alırdıq. Xora qəbul olsaydik, maliyyə məsələmiz qismən yaxşılaşacaqdı. Üzeyir Hacıbəyov bizə qulaq asdıqdan sonra 5 nəfərdən 2 nəfərin səsi və musiqi qavrama qabiliyyəti xoşuna gəldi. Bizi xora qəbul etdi. Mən 2-ci tenorlar qrupunda oxumağa başladım. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti və ədəbiyyatı günlərində bizim xor kollektivimiz Üzeyir Hacıbəyovun rəhbərliyi ilə çıxış etdi. Yeri gəlmişkən, Cahangir Cahangirovla bağlı maraqlı bir faktı da burada yada salmağı özümə borc bilirəm. 1945-ci ildə Cənubi Azərbaycana göndərilən Cahangir Cahangirov Təbriz şəhərində xalq çalğı alətləri orkestri və 50 nəfərlik xor təşkil etmişdi. Bu da bir tarixdir. Maraqlı təsadüfdür ki, bu 50 nəfər xor ifaçılarından biri Məmmədəli Mücri vaxtilə yazıcı nəşriyyatında mənimlə bir yerdə işləyirdi. Çox sonralar 22 yaşında Təbrizdə Dövlət Filarmoniyasının rəhbəri və təşkilatçısı olmuş əməkdar incəsənət xadimi şair Əli Tudə öz cənub xatirələrində Cahangir Cahangirovun xidmətlərini məmnunluqla yad edərək yazıb. Milli hökumət Təbrizdə Dövlət Filarmoniyası təsis etmək fikrində idi. O zamanlar Təbrizdəki Sovet Mədəniyyət evində coşqun fəaliyyət göstərən gənc, lakin olduqca istedadlı bəstəkar Cahangir Cahangirov həm işi ilə, həm də yaradıcılığı ilə Cənubi Azərbaycan incəsənətinə ləyaqətlə xidmət etmişdi. Milli orkestrin yaranmasında, fəaliyyətində Cahangir Cahangirovun səmərəli əməyi olmuşdu. O, Azərbaycan Milli Hökumətinin himnini yazmış, Fədailər marşını bəstələmiş, Təbrizin mahnısını nota salmışdı. Hər üç musiqi əsərinin sözləri Mir Mehdi Etimadındır. Ey vətənim Azərbaycan, odlar yolundan bir nişan, sən böyütdün qəhrəmanlar, adlı sanlı keçmişin var, qoca şərqin çırağısan, azadlığın bayrağısan. Şövkət Ələkbərovanın bir müğənni kimi imkanlarını qabarıq nəzərə çarpdıran, onun səs obrazını gözlərimiz önündə canlandıran əsərlərdən biri də Respublikanın xalq artisti Cahangir Cahangirovun Füzuli kantatasıdır. Kantata ilk dəfə 10 dekabr 1958-ci ildə dahi şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi gecəsində səslənmişdi. O gecənin yaddaşına Cahangir Cahangirovun Füzuli kantatası əbədi həkk olunub. Kantatanı opera və balet teatrının orkestri və xoru, Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsinin xoru və bir də Şövkət Ələkbərova oxuyubdu. Məni candan usandırdı, cehaldan usanmaz mı, usanmaz mı? Felekler yandı ayımdan, muradım şan yanmaz mı? Muradım şan yanmaz mı? Felekler yandı ayımdan, muradım şan yanmaz, şan yanmaz mı? Kantata musiqinin inkişafı baxımından bir-biri ilə bağlı olmayan 3 hissədən ibarətdir. Əsər üçün götürülən qəzəllər kantatanın hissələrinin formalarını, əsasən kupletli və ya 3 hissəli sadə mahnı formasını da müəyyənləşdirir. Kantatanın ikinci hissəsi sevgilisinin həsrətini çəkən şairin ifadəli obrazının təsvirindən ibarət kədərli mahnıdır.
Bu hissənin melodiyasında və inkişaf mətnində muğamların təsiri xüsusilə aydın duyulur. Hər bir sonraki bölümə əvvəlki bölmənin inkişafının bir variantı kimi hiss edilir. Çünki hər bir cümlə əslində başqa cümlələrlə intonasiya vəhdəti ilə bağlıdır. Füzuli kantatası haqqında musiqişünasların fikri belədir. Lakin bu deyilənlər azdır, çox az. Əgər kantatanın musiqisini sözə çevirmək, musiqinin yaratdığı mənzərəni rəsm etmək, xorun, müğənninin şəb-i hicran, məni candan usandırdı harayından boylanan böyük Füzulinin obrazını sözlə toxumaq mümkün olsaydı, bu mahnının təhlilinə bir kitab həsr etmək olardı. Nədənsə hər dəfə bu haqda düşünəndə mənə elə gəlir ki, Füzuli kantatasına gündüz qulaq asanlar çox şey itirir. Füzuli kantatasına gərək bahar gecəsində, ayın, ulduzun işığı altında qulaq asasan və düşünəsən. Yox, Füzuli kantatasının insanda oyatdığı hissləri təsvir etməkdə qələm acizdir. Ancaq əlac bu yerdə kantatanın musiqisini yada salmaq, xorun əzəmətli səsini dinləmək və Şövkət Ələkbərovanın təbiətin zümzüməsi qədər təmiz səsinə qulaq asmaq lazımdır. Gülüm sarına qarşı, gözündən qan axar, qanlı axar su. Həbibim fəsli güldür bu axar sular, bulamazmı? Axar sular, bulamazmı? Kantatanın solo hissəsini Şövkət Ələkbərova oxuyur və oxuduqca bizə elə gəlir ki, onun səsini Füzuli babamız özü də eşidir. Necə olub ki, Füzuli kantatasının solo hissəsini ilk dəfə Şövkət xanım oxuyub? Bunun da öz tarixçəsi var. Kantatadan söz düşəndə Şövkət xanım o tarixçəni mənə danışmışdı. Əvvəllər Cahangir müəllimlə mən bir binada, hətta bir dəhlizdə yaşayırdıq. Bir gün Cahangir müəllim mənə zəng elədi ki, onlara gəlim. Getdim. Biraz oradan buradan danışdıqdan sonra Cahangir müəllim piyanonun arxasına keçdi. Bir melodiya çaldı. Doğrusu musiqi məni heyran elədi. Sonra Cahangir müəllim Füzulinin şəb-i hicranını, məni candan usandırdı qəzəlini pəssən oxumağa başladı. Yeri gəlmişkən deyim ki, Cahangir müəllimin yaxşı səsi də var. Bu da bəstəkar üçün bir nemətdir. Nəsə, Cahangir müəllim çalıb oxuyur, mənsə nəfəsimi içimə çəkərək durub qulaq asırdım. Musiqi məni məndən almışdı. Fikirləşirdim, bu ki böyük bir kantatadır. Musiqi bitdi. Cahangir müəllim piyanonun arxasından qalxdı. Mənə baxdı. Heç bir söz demədi. Mən də elə bil deməyə söz tapa bilmirdim. Eşitdiyim musiqi məni məftun eləmişdi. Evə gəldim. Kantatanın melodiyası yadımdan çıxmırdı. Səhəri yenə Cahangir müəllimgilə getdim. Cahangir müəllim yenə də həmin kantatanı çaldı, oxudu. Mən də sakitcə oturub qulaq asdım və qalxıb öz evimə getdim. Bir neçə gün belə keçdi. Bir gün Cahangir müəllim mahnısını yarıda kəsib sərt şəkildə mənə
Bura bax dedi. Sən hər gün gəlib sakit oturub gedəcəksən. Axı mən sənin səsini nəzərdə tutub yazmışam bu kantatanı. Oxu, bəyənərsən, bəyənmərsən fikrini de. Dedim, Cahangir müəllim, bəyənirsən nədir? Kantatanıza heyran olmuşam. Siz piyanoda çalıb oxuduqca mən dahi şairimiz Füzulini düşünürəm. Çıxış edəcəyim bu ilk kantatada necə oxuyacağımı fikirləşirəm. Sonuncu qəzəl Şəb-i Hicran ilk dəfə Üzeyir Hacıbəyli tərəfindən Leyli və Məcnun operasının proloqunda istifadə edilmiş və o vaxtdan geniş şöhrət qazanmışdı. Gözlədiyimin əksinə o handan-hana Cahangir Cahangirovun başqa bir əsərini xatırlamışdı. Cahangir müəllimin Nəsimi kantatası da çox gözəldir. Mən Nəsimi kantatasını da çox sevirəm. Xoşbəxtəm ki, bu gözəl kantataların solo hissələrini ilk dəfə mən oxumuşam deyərək sözünü Nəsimi kantatasından bir parçanı zümzümə etməklə bitirmişdi. Hak mənim, hak məndədir. Hak söylərəm. Hak söylərəm, söylərəm. Söylərəm. Gör bu əsrarı. Bəstəkar Cahangir Cahangirov özü isə müğənni haqqında deyirdi. Şövkət xanım mənim mahnılarımı qəlbim istəyən kimi təfsir eləyir. Onunla mahnı üzərində işləmək əsl yaradıcılıq işidir. O bəstəkarı dərindən duyur, nüansları fövrən qavrayır. Bir zaman havada kanat kanat saklayır. Sözüm vardır benim size. Durnalar ay durnalar. Sözüm vardır benim size. Durnalar ay durnalar. Katarlaşıp ne diyana gelirsiniz. Durnalar ay durnalar.
Şövkət Ələkbərova haqqında yazdığım Oxu Gözəl kitabının əlyazmasını aparıb İşıq nəşriyyatına təqdim etmişdim. Kitabı plana salmaq üçün xalq artisti Tofiq Quliyevə rəyə vermişdilər. Bundan mənim xəbərim yoxdur. Çünki o zaman nəşriyyatlar əsərləri kənar müəlliflərə rəyə göndərirdilər və bunu müəlliflərdən gizli saxlayırdılar. Bir neçə gündən sonra nəşriyyatdan mənə zəng edib dedilər ki, kitabıma bəstəkar Tofiq Quliyev müsbət rəy verib. Üstəlik tapşırıb ki, ona zəng vurum. O vaxt mənim görkəmli bəstəkarımız Tofiq Quliyevlə şəxsi tanışlığım yox idi. Nə gizlədim? Bu böyük sənətkarın kitabıma müsbət rəy yazması məni qəlbən sevindirmişdi. Mən Tofiq müəllimə zəng vurub özümü təqdim elədim. Bəstəkar kitabım haqqında xeyli xoş sözlər söylədi və ona layiq bir ön söz yazdırmağımı tövsiyə elədi. Mən bir qədər ürəklənib, Tofiq müəllim, vaxtınız varsa bəlkə bu ön sözü siz özünüz yazasınız dedim. Təəssüf ki, biz bəstəkarlar məqalə yazmaqda o qədər də səriştəli deyilik. Kitabınızı poetik bir dillə yazmısınız. O dilə yaraşan da ön söz olmalıdır, dedi və birdən mətləbdən yan keçib soruşdu ki, haranı bitirmişsiniz? Universitetin jurnalistika fakültəsini dedim. Yazınızı oxuyan inanmaz. Siz musiqini çox gözəl duyursunuz, dedi. Tofiq müəllimə bir daha təşəkkür elədim və dərhal kitabıma ön söz yazdırmaq qayğısına qaldım. Kitabıma ön söz yazdırmaq niyyəti ilə konservatoriyaya gedib Cahangir Cahangirovla görüşdüm. Gəlişimin səbəbini söyləyib əlyazmanı ona təqdim elədim. Bir həftə sonra əlyazmamı götürmək üçün Cahangir müəllimin yanına getdim. O kitaba ön söz yazmasa da çox təriflədi. Lap roman yazmısan deməyi də unutmadı. Mən ondan ön söz yazmadığı üçün qətiyyən incimədim. Çünki bəstəkarların çoxunun məqalə yazmaqda elə də səriştəli olmadıqlarını bilirdim. O zaman gənc bir müəllif olaraq mənim üçün möhtəşəm Füzuli kantatasının müəllifi ilə görüşmək, onunla fikir bölüşdürmək, kitabımın əlyazması haqqında ürək sözlərini eşitmək hər şeydən önəmli idi. Öz bənzərsiz bəstələri ilə ölümsüzlük qazanan Cahangir Cahangirov 25 mart 1992-ci ildə haqqa qovuşub. Amma o hər zaman bizimlədir. Bəstələrinin hər biri dəyərli sənət əsəridir. Hər birinin öz yeri, öz hüsnü var. Mənimsə ən çox sevdiyim, müəllifini hər zaman rəhmətlə yad etdiyim Füzuli kantatasıdır. Əziz dinləyicilər, qərib axşamlarda yazıcı publisist Mustafa Çəmənlinin incə ruhlu böyük bəstəkar hekayəsində Cahangir Cahangirovu yad elədik. Redaktor Günel Natiq, rejissor Gülşən Səmədovadır. Mətni Səməd Yusifcanlı oxudu. Məni candan usandırdı, cehaldan jar usanmaz mı, usanmaz mı? Felekler yandı ayından, muradım şah yanmaz mı? Muradım şah